Siz bunu necə dəyərləndirirsiniz? Məsəl üçün mən bunu burada belə görürəm ki, bizim uzağa nəticəliyimiz yoxdur. Məsəl üçün strategiyamız yoxdur ki, biz burada başlayacağıq və burada bir 5 ilimiz, 10 ilimiz, yəni 5 il baxsaz bir ölkənin strategiyası üçün nədir ki, yəni çox az bir müddətdir. Yəni bir 20 illik, 25 illik bir strategiyamız olmalıdır ki, biz hardan hara gəlmək istəyirik. Yəni düşünürəm ki, məsəl bunun üzərində bayağı bir oturulub, biz o bazarda nə etmək istəyirik. Bu bütövlükdə yazılmalıdır. Yazılandan sonra bu yola nəinki sizlə sabah bir gün Rəna xanım da olacaq, nə bilim Günel xanım da olacaq və s. bəylər də olacaq. Kim olmasından asılı olmayaraq yolu getmək lazımdır sadəcə. Mən sizinlə razıyam. Bizim sahibkarlar çox hövsələsizdir. Çox tez istəyirlər Çox. yəni hər şey. Yatırım edib bir yıl sonra bu yatırımı geri dönüşünü bir ildən sonra istəyirlər. Amma böyük bir, əgər biz uzun müddətli düşünəcəksə, əgər bizim uzun müddətli bir strategiyamız olacaqsa, bu daha bizi dayanıqlı edər. Yoxsa mən bugün misal atıram, 1 milyon dollar yatırım edib bir ildən sonra götürməyimi düşünürəmsə, bununla bağlı gecə gündüz işləyirəmsə, əgər alıcılıq qabiliyyəti 1 milyon dollar deyilsə, siz zaten bu 1 milyon dollar bir il ərzində götürməyəcəksiniz. Və həqiqətən də bizim bayaq dediyimiz kimi bazar araşdırması çox uzun bizim bir planlamamız, bizim bu fəaliyyətimizin əslində belə deyim, ideyamızın 70%-ni təşkil etməlidir. Biz burada risklərimizi ölçməliyik. Bizim sahibkarlarımızda bu risk menecmenti çox aşağı səviyyədədir. Nə qədər bizim yəni bu hesab, kitab məsələləri hamısında deməyək, amma hesab kitab məsələləri çox bəzən yoxdur. Mən bunu istəyirəm. Bu nə qədər sənə mənfəət verəcək, nə qədər sən 3 ildən sonra sən artıq bütün resursları istifadə edəcəksən, artıq borc xərcin içində qalıb məhkəmələrdə qalacaqsan. Yəni bunların heç biri belə uzun müddətli hesablanmır. Bayaq dediyim kimi də risklər də hesablanmır və konsultantlardan yararlanmırlar. Bizim Azərbaycanda fəaliyyət göstərən çox gözəl biznes konsultantlarımız var, hansı ki beynəlxalq səviyyədə olan biznes konsultantlarımız var və bizim iş adamları mütləq olaraq onlardan yararlanmalıdır, bir proqnoz etməlidir, bir qlobal düşünməlidir, bir həqiqətədir. Və biz bu gün məcburən təbii Afrika xəbərlərini oxuyanda orada dediyim kimi, bura Afrika qitəsidir. Hələlik xəritə dəyişir. Məsəl üçün hər bir neçə ildən bir xəritə dəyişir. Bu iddia edir ki, bu torpaq mənimdir. Bir xəritə çıxardır, verir internetə. Bu ölkə iddia edir ki, bu torpaq mənimdir. Belə bir iddialardan biz hələm də Afrikanın bugünkü gün real bir xəritəsinə ulaşmaq da çətindir. Onu əldə eləmək çətindir. Təsəvvür edin. Bu siyasi məsələlər olur. Mən keçən dəfə baxıram ki, Sudanla Birləşmiş Ərəb Əmirliklərinə əlaqələri tamamilə kəsilmişdi. Bəli, siyasi tərəfdən tamamilə kəsilmişdi və digər də, yəni biz bunların hamısını əldə etmək üçün daimi hər dəfə bu xəbərləri oxumalıyıq, hər dəfə məlumatlanmalıyıq, maariflənməliyik, analiz etməli, təhlil etməliyik və digər belə təcrübədən həm belə deyim, fikir mübadiləsi etməliyik, risklərə baxmalıyıq və Afrikada artıq çalışmış, uzun müddətli təcrübəsi olan şəxslərdən biz onlardan yararlanmalıyıq. Bizim elə ona görə əsas biz düşündük ki, biz Türkiyə, Afrika Biznes Assosiasiyasından belə bir əməkdaşlıq edək ki, ona görə ki, onların artıq uzun müddətli orada bir təcrübəsi var və onların orada artıq etibarı da var. Yəni biz orada yeni bir Azərbaycan məhsulu kimi getsək, Türkiyə üzərindən ki, bəli, biz bunu birgə edirik, o artıq onlarda bir güvən yaranacaq. Biz onları inandırmaq bu müddəti azalacaq. Azaltmış olacaq. Aytən xanım, mən xülasə bir şey demək istəyirəm ki, həqiqətən də Afrika qitəsində 3 trilyon dollarlıq bir bazar var və biz bundan yararlanmalıyıq. Bizim indiyənə qədər bilgilərimiz, təcrübəmiz, biz bunu yararlanmalıyıq. Və bizim təşkilatın da əsas məqsədlərindən biri budur. Ona görə də mən çox istəyərdim ki, sahibkarlarımız bizə inansınlar. Bu hələlik ücrətsizdir. Heç bir ödəniş tələb etmədən, bəli. Ona görə ki, bizim əsas bayaq dediyimiz kimi hədəfimiz yalnız mənfəət əldə etmək deyil, eyni zamanda Azərbaycanımızın bayrağını, Made in Azərbaycan brendini orada tanıtmaqdır. Bizim təşkilatın hələlik bir üzvlük haqqı yoxdur. Sadəcə məhsullarını, eksport kataloqlarını bizimlə paylaşsınlar. Bizim Zoom üzrə toplantılarımıza qatılsınlar. Birbaşa Ticarət Palatasından olan şəxslər özlərini təqdim eləsinlər və biz buna bu şəraiti yaradırıq.
bunu bizə qoşulsunlar. Bizim tədbirlərimizdə iştirak eləsinlər. Zaten bunu dediyim ki, bunların heç birinə ödəniş alınmır. Sadəcə bir il ərzində biz bu tərəfdən başlayaq. Onlardan mənə böyük dəstək lazımdır. Sahibkarlar bizim yanımızda olmalıdır, bizə inanmalıdır. Bizim əlaqələrimiz var, qurmuşuq artıq əlaqəni və bayaq dediyim kimi bu əlaqəni artıq əməkdaşlığa çevirmək istəyirik. Və bunun üçün də Azərbaycan sahibkarları bizə inanmalı, bizim yanımızda olmalı və bizdən yararlanmalıdırlar. İnşallah. Buyurun sizden de söz alaq Okan Bey. Ya şöyle, Rana Hanım'ın dediği gibi büyük bir pazar ve TABA olarak biz de bu organizasyonları uzun yıllardır yaptığımız için özellikle devlet kurumlarından, devlet kademelerinden ve Afrika ülkelerinin İstanbul'daki veya Ankara'daki büyükelçilik ve konsolosluklarından bizlere direkt bu ülkelerle ilgili yatırım talepleri geliyor. Örnek vereyim, bir Afrika ülkesinden, Orta Afrika ülkesinden bir liste geldi. Sadece bir ülke, ki çok büyük bir ülke değil, 3,5 milyar dolarlık 70'in üzerinde projenin olduğu bir dışarıdan doğrudan yatırım listesi. Ve düşünün ki 54 tane ülke var. Ve bu ülkelerin her birinde böyle yatırım bekledikleri listeler var. Yani muazzam bir potansiyel var. Güneş enerjisi, hayvan çiftlikleri, et işleme tesisleri, balık çiftlikleri, hidroelektrik santralleri, inşaatlar, otoyollar, demir yolları, otobüs yolları, aklınıza gelebilecek her türlü altyapı, üst yapı projeleriyle ilgili listeler bize ulaşıyor. Neden bize ulaşıyor? Çünkü o ülkenin hükümetleri bu operasyonları Türk firmalarının yapmasını istediği için bize ulaşıyor. Yani Ocak ayında bize gelen bir çocuk hastanesi ve doğum hastanesi ekipmanları talebi, ihalesi vardı bir Afrika ülkesinden. Direkt Cumhurbaşkanı'nın emriyle bunların Türkiye'den tedarik edilmesini istiyorum dediği için bize ulaştı bu liste. Yani orada var olan, orada oluşmuş bir güven var zaten Türkiye'ye karşı. Örnek verelim, bir mobilya firması Kenya'da bir distribütör, ki bunların tabii Afrikalıları biraz daha yakından tanıdıkça anlaşılabilir. Hastaneleri olan bir insan bir Türk mobilya firmasını görüp onun da bayiliğini alıyor. Tamamen kendi sektörü dışında. Çünkü Afrikalılar tek sektöre bağlı kalmayı sevmiyorlar. O mobilya bayiliğini alıp kendi ülkesinde açtıktan sonra o mağazayı, orada marka değeri olan o mobilya firmasının adı değil, Turkish Furniture büyük harflerle, puntolarla yazarak altına da küçük bir şekilde firmanın adını yazıyor. Bu ne demek oluyor? Orada Türk malı olması aslında ona değer katıyor. O firmanın ismi değil. Ve biz bunu avantaja zaten çevirmişiz. Bunu iyi bir şekilde kullanıp ilerletmemiz gerekiyor. İnşallah.